Herkese salam, kanalıma və yeni videoma xoş gəlmisiniz. Bugün sizi belə yağışlı gözəl hava ilə və öz kapuçinomla salamlayıram. Nə qədər kofe də içsək, elə bilirəm ki, çayın yerini heç nə vermir. Xüsusən də təzə dəmlənmiş çay ümumiyyətlə elə bilirəm başımın ağrısını sakitləşdirir, dincəlirəm. Elə axşam xəbərim oldu ki, qardaşım əskərlikdən qayıdıb, əslində gözləyirdik gəlməyini, amma bir gün tez buraxıblar. Mən də ona görə ürəyim dözmədi, tortumdan kəsdim. Onun üçün pay düzəltdim, getdik. Yaxşı ki, evdə hələ bir kusokunu saxlatmışdım. Ayaz qapıda gördü ki, əlimdə tort var. Mənə deyir ki, tortumuzu hara aparırsan, bizə də qalsın. Evimizdə nə var, elə paylayırsan. İnanın, mən yoldaşıma baxdım, yoldaşım mənə baxdı. İnanın ki, bizi tanıyanlar tanıyır ki, biz ümumiyyətlə nə yoldaşım, nə də mən əldən bəlkə adamlar deyilik. Amma uşaq niyə belədir, hələ də onu aydınlaşdıra bilməmişik. Gecə ilə getdik mama gilə. Mama hər ehtimala qarşı öz yeməklərini bişirmişdi, süfrəsini açmışdı ki, birdən qaqaşı bugün buraxarlar, elə də olmuşdu. Əslində qardaşım öz 1 illik hərbi xidmətini edib, ancaq bu təlim idi. Əskərlik elədi ki, adam bilir ki, əskərə gedir. Amma təlimdə adam biraz qorxur ki, nə oldu ki, uşağı təlimə aparırlar, niyə aparırlar? Adam biraz daha artıq həyəcan keçirdir və narahat olur. Bunu əskər yolu gözləyənlər, əskər övladını yola salanlar daha yaxşı başa düşər və bilər. Allah bütün əskərlərimizi qorusun, canlarını sağ eləsin, bizimkilər də onların içində. Özümüzün biraz sənət-sünət işlərimiz var idi. Çıxdıq ki, işlərimizi həll eləyək və Əhmədlidə belə bir park gördük. Mən ümumiyyətlə bu parkı uşaq vaxtı bir dəfə görmüşdüm. Ondan sonra gəlməmişdim bu parka. Parkı o qədər gözəl ediblər ki, həm ərazi genişlənib, həm də səliqə səhmanına söz ola bilməz. İnanın ki, işimiz olmasaydı biraz daha artıq qalardıq orada. Biz səhər tezdən evdən çıxmışdıq. Biz çıxanda hava buludlu idi, biraz yağış da yağırdı və soyuq idi. Mən də qorxumdan uşaqları qalın giyindirdim. Gəldik, oldu günorta günəş çıxdı, oldu yay, uşaqlar bişdilər. Dedim, niyə mən bunlara kurtka giyindirmişəm? Axşam yenə hava soyudu. Dedim, nə yaxşı mən bunlara kurtka giyindirmişəm. Biz yoldaşımla uzaq qohumuq, uşaq vaxtı 1-2 dəfə bir-birimizi görmüşük və şahmat oynamışıq. Həmişə də onlar bizi udurdular, amma yoldaşıma indi deyirəm, heç yadına gəlmir. Bu dəfə də dedik, nostalji yaşayaq, dərin şahmat bilgilərimizi ortaya qoyduq. Gördük ki, yox, hər şeyi unutmuşuq. Axırda heç-heçə ilə razılaşdıq ki, heç birimizin qəlbi qırılmasın. Artıq neçənci marketdir ki, belə dipçəklər görürəm. Sezondur deyə bütün marketlər gətirir. Amma onu deyim ki, qiymətləri çox bahadır. Belə dipçəkləri siz qıraqda daha münasib qiymətə ala bilərsiniz. Marketə getmişkən dedim, qoy sizin üçün də çəkiliş edim. Çünki mən özüm də xoş görürəm market vloqlarını, videolarını. Elə olur ki, marketdə diqqətimi çəkməyən hər hansısa bir şeyi kiminsə vloqunda görürəm və gedirəm, alıram. Bir də onu deyim ki, buradakı bu yekə Rafaelolar bayram ərəfəsində çox baha idi. Səhv eləmirəmsə 50 manat aydı, yadımda qalıb. Amma indi 30 manata gördüm. Bir Rafaelo sevən olaraq 30 manat verib o yekə qutunu alaramı? Yox, əsla almaram. Özüm öz cibimdən pul verib almasam da, amma kimsə mənə onu hədiyyə eləsə doğrudan da sevinərəm. Yaxşı düşünülüb, qiymət amma biraz bahadır. Mən hər hansısa bir alış-veriş videosu paylaşanda, bu vlog olsun, story olsun, post olsun, fərqi yoxdur. Həmişə mesaj alıram ki, nə yaxşı rahat gəzirsən, o gün olacaq ki, biz də rahat gəzəcəyik, mən o günü görəcəmmi falan. Belə mesajlar çox alıram. Belə mesajlar da yazanlar bilirəm ki, körpəli mamadılar, evdən çıxa bilmirlər, rahat gəzə bilmirlər. İnanın ki, mən də o dövrlərdən keçmişəm. Biz də 2 uşaqla marketə gedəndə çıxanda şükür edirdik ki, şükür ay Allah, biz bu səfərki bazarlıqda da boşanmadıq. İndi şükür Allaha, yenə də uşaqlarla gedirik, amma əvvəlki çətinliyimiz yoxdur, rahat-rahat gəzə bilirik, söz deyəndə başa düşürlər. Ona görə də narahat olmayın, bu vaxtlar müvəqqətidir. Siz də rahat gəzəcəksiniz, qəşəng geyinəcəksiniz, bəzənəcəksiniz, düzənəcəksiniz. Bu arada kənd məhsulları sifariş eləmişdim, gəlib çatdı. Dedim, qoy sizinlə də bölüşüm. Mən çox vaxt yumurta, ümumiyyətlə kənd yumurtası istifadə edirəm, market yumurtası yeyə bilmirik. Sadəcə yağ toyuqdur, elə olur ki, kənddən artıq gələn olmur, ona görə alıram. Sizə bir şey etiraf edim ki, biz şəhər yerində böyümüşük, amma kənd məhsulları ilə, mamam həmişə elə şeylərə diqqət edib, kənd yumurtası, nehrə yağı, belə şeylərlə böyümüşük. Amma mən onların heç bir mənasını dərk eləməmişəm, ta ki evlənəndən sonra. Daha doğrusu uşaqlardan sonra əvvəl mənə qəti çatmırdı ki, mama bunlara niyə bu qədər pul verir? Artıq bu yumurtadan onsuz da burada da var, satırlar. Bunların hamısı artıq puldur. Amma indi özüm çalışıram ki, maksimum kənd məhsulları alım, kətdən gətizdirim. Heç buradakı kənd məhsullara da güvənmirəm. Ancaq oradan gətirəndə elə bilirəm ki, doğrudan da kənd məhsuludur. Bəs sizin kənd məhsulları ilə aranız necədir? Alırsınızmı, istifadə edirsinizmi? Zəhmət olmasa yazın, bilim. Mən əvvəl kənddən aldığım pendirlərə
duzlu su düzəldirdim və yaxud gedirdim pendir suyu alırdım və o sular pendirin dadını dəyişirdi, çox duzlu eləyirdi, fərqli dad verirdi pendirlər. Amma sonra dedim ki, qoy bunları da buzluğa qoyum, görüm necə olacaq. İnanın ki, çox qəşəng oldu. Həm əziyyətsizdir, həm də elə çıxardan kimi uzağı 10 dəqiqəyə pendirlər açılır və nuş edə bilirsiniz. Dadında da qəti dəyişiklik olmur. Bir də kətdən aldığım bəzi pendirlər var ki, mən onları pizzanın da üstünə tökürəm. Holland pendiri əvəzi və çox gözəl də əriyir. Dadı da çox möhtəşəm olur. Məncə sınayın. Bir də buradakı marketlərdən toyuq alanda hansı firmanın, hansı markanın toyuğunu alırsınız, etibar edirsiniz? Hansı markanın toyuğu etibarlıdır? Zəhmət olmasa mənə yazın, mən də bilim. Mən mərcan almağa çalışıram. Bilmirəm nə dərəcədə yaxşıdır yoxsa yox. Ancaq onu öyrəşmişik, amma axır vaxtlar onu da yeyə bilmirik. Siz hansından alırsınız? Zəhmət olmasa yazın. Mən də alım, baxım, dadına dəyərləndirim. Çünki elə olur ki, duxovka yeməklərində belə toyuqla istifadə eləmək olmur. Gərək broiler alasan. Toyuqdan söhbət düşmüşkən qoyun onu da deyim. Məhsullarımın arasında toyuq da var idi. Mən də toyuqları göstərmişəm, yumuşam, doğramışam və elə bilmişəm ki, kameraya çəkirəm. Kameranın qabağı örtülüb, çəkiliş gedir, amma görüntü yoxdur. Artıq ikinci dəfədir ki, belə bir hadisə baş verir. Mən iş görəndə birinci kameranı qoşuram, yerini sabitləyirəm, sonra işimi görürəm. Hər dəfə kameranın yerini dəyişəndə istər-istəməz işim uzanır, fikrim yayınır və ortalığı da çox batırıram. Amma çalışacağam ki, bundan sonra daha diqqətli olum. Mən ümumiyyətlə nəyə baxmağı bəyənirəmsə, o cürdə çəkiş eləməyi xoşlayıram. Mənə məsələn üçün iş prosesi daha maraqlıdır, nəinki əvvəl və sonra. Mənə o prosesi görmək daha maraqlıdır, elə şeylərə daha çox baxıram. Ona görə də öz vloqlarımda çalışıram ki, öz baxdığım, öz xoşuma gələn bir tərzdə vloqlar olsun. Onu da deyim ki, postlarım, vloqlarım kiməsə maraqlı və faydalı olursa, inanın ki, mən sizdən daha çox sevinirəm. Məsələn, mən balıq bişirə-bişirə çox adama da balığı sevdirmişəm. Artıq mesajlar alıram ki, balığı hardan alırsınız, balığı necə bişirirsiniz, hansı balığı alaq, necə balıq alaq. İnanın ki, mən də elə gedirəm, hansı balığın görünüşü xoşuma gəlirsə, elə onu da alıram. Çalışıram ki, elə aldığım yerdə də balıqları təmizlətdirim, doğratdırım. Evə gələn kimi də duzlayıb, turşulayıb, təzədən öz qabına yığıb, istrecləyib qoyuram dondurucuya. Yəni bunları belə hazır bastırmalı almıram. Hamısını özüm edirəm ki, lazım olanda hazır əlimin altında olsun, işim asanlaşsın və belə də doğrudan da mənim üçün çox pratik olur. Bizdə evdə balığı hamı yeyir, yoldaşımdan başqa. O yemirdi deyə mən əvvəl tez-tez bişirmirdim. Amma sonra gördüm ki, xoşlamasa da evdə bişəndə məcbur qalıb yeyir. Ona görə də artıq çalışıram ki, tez-tez bişirim. Çünki xeyirdir, uşaqlara da xeyirdir, özümüzə də xeyirdir. Bəs sizdə vəziyyət necədir? Balıq xoşlayırsınızmı? Öz xoşunuzla yeyirsiniz, yoxsa mənim yoldaşım kimi məcbur qalıb seçim olmadığına görəmi balıq yeyirsiniz? Sizdən bir xahişim də var. Əgər kanalıma hələ də abunə deyilsinizsə, abunə olun, videolarımı bəyənin, yorum yazın və inanın ki, çox sevinərəm. Mənə dəstək olmuş da olarsınız. Biraz da gec götürsəydim, balıq artıq yanmaq istəyirdi. Burada da Instagram üçün bir qıcıq bir video çəkirdim. İnanın ki, o postuma bir dənə anam idi yazmışdı ki, o nədir uşaqlara verirsən, o balığın yanına uşaqlara kartof niyə qızardıb vermədin, elə ziyanlı şeylər vermə. Yəni, belə məni danladı. Ümumiyyətlə, biz 5 uşağıq, evimiz də həmişə səsküylü olub. O vaxtda da uşaq səs salan kimi tərbiyə metodu var idi ki, o tərbiyə metodundan biz də keçmişik. Saysız, hesabsız travmalarımız var. Arada otururam uşaqlara ki, öz uşaqlığımızdan danışım. Ayaz deyir ki, mama sənə yazığım gəlir, ikisinin də gözləri dolur. İndi mamanın yanında uşaqların üstünə biraz qışqıranda mamam başlayır ki, qışqırmaqla uşaq tərbiyə eləməzlər, qışqırıq açandan tərbiyə metodu olub. O uşaqdır, uşağı başa salmaq lazımdır. İnanın ki, o vaxt bacılarımla baxışırıq və yaşadıklarımız film kimi gözümüzün qabağından gəlib keçir. Ah, bu mamalar, mamalar. Bu dəfəki vlogumu da burada tamamlayıram. Allaha əmanət olun, sağ olun.